Arabasıdandır. Ne bileyim ağlı. Kalenderoğlu. O da zaten onun adamlardı. Yığılıp bütün hala uşağı, banda uşağı hepsi. Yığılıp öz başına bak böyle buralar boğazı. Hepsi. Kimdiler şimdi, onun yukarıdakiler. Benim bir bağışlayın birini diyeyim nedir deyəndə. Bizi birbirimizle düşman eləmək düzgün deyil də. Ölümüz dirimiz birdir. Onları o dereceye çatdıranı mən görmüşəm keçmişdə təhlükəsiz xidməti hansısa bir yüksək vəzifədə işləyənin keçmişini yoxlasın görək kimdir. İndi o deyilən adamın keçmişini yoxlananda heç bizə ehtiyac yoxdur bir-birimizlə dalaşmağa. Onlar görəcəksiniz ki, hansı hökumətə xidmət edir. Onlar gəlib çatır. Müharibə maskirov eləyib kim olduğunu bil. Ancaq bir də ona da demişəm. Yaxşı bir oğlan var idi təhlükəsiz xidmətində. Gədəbəydən çıxdı getdi. Dedi əgər mən dediyim olmasa çıxdı getdi. Aydın müəllim idi. Çox gözəl adam idi. Onu qoymadılar burada bir il işləyə. Bir il işləyə. Əlaqəmizlə saxlayırdı, yoxlayırdı ki, görən kimdir? Bu icra hakimiyyəti kimdir? O birisi kimdir? İndi bax həmin adamların keçmişini yoxlasalar. Bizə ehtiyac yoxdur. Devlətin öz tapacaq. Çünki təhlükəsiz xidməti öz vəzifəsini yetirsin. Başqa şeyə yox. Bax odur var. Bizim kendi qırağında bak bu çəpərdir. Bu da evdir. Gel onda bu cemaati belə şərt keçək də prezidentə də xahiş edirəm Mehriban Ali Baş Komandamıza İlham Əliyev cənablarına Mehriban xanıma onun başında olan vəzifəli şəxslərə xahiş edirəm ki gəlin bizim Şəhidlər cemaatını bu kənddən yavaş-yavaş köçürün yaparın hara yerləşdirir. Bunu da Gədəbəy məmurlarını icra hakimiyyətindən başında tutmaqsa bütün hamısı gəlsinlər də bizi köçürsünlər, aparsınlar da burada özləri üçün sanatoriya düzəltsinlər. Sanatoriya düzəltsinlər, orada şişkin əməliyyatlar, bura balıq gölü, burada da sanatoriya, gəlir gedək buralara. Gedək bizim yaylaq yolundur, bax bu yaylaq yolundur, bax. Yaylaq, o sana gəl oraya da göstəriləcək sən. Yaylaq yolunda cəmaatı, bu dəqiq orada dərsçələrdən qalan da var. Hər bir şey də var. Bizim Qaraqəyədə, bizim bak burada o vaxtı Sovetin vaxtında gəlirdi də, qalxoz, savxoz vaxtında Aran zonasından Qazaxda tutmuş, Tozda tutmuş, hamısı gəlir də burada düşərgə verdi. İndi gəlsinlər də harada düşərgələsinə, cəmaat 10 saatında çıx gedir hər hamı. Ölçülərini bağlayırlar, belə şey olmaz axı. Belə şey olmaz axı, bak bunun hamısını nə ayırmalısın, bu cəmaatı gəlin köçöt gördüm mallarımızı da, ondan sonra keçdik gedəcək Qaraqəz zonasında, Qaraqəz zonasında qulaq as. Qaraqəz zonasında qulaq as, cəmaatı qoymuruq deyək də, cəmaatı qoymuruq deyək də, hər öydən 100 manat yığıqlar. Niyə bindi qoyduğunda 100 manat alanla sonra qoyursunuz, elə mi? Bu var ya, bunu da ortaya bir nəzarət elək görək bu cəmaatı eləməlidir. İndi gedəcək bu tərəfə göstərəcəm, burayı da, bax, burayı da göstərəcəm. Gəlin gedək, təbii Allah sərvəti verib cəmaata. Bu nəyimə lazımdır, bu nəyimə özləri üçündür, özləri üçündür. Gəl stil də mı var, gəl göstərək ya burada. Belə şey olmaz axı. Çay da özləri üçün mənimsəyirlər. Söz belə çıxır ki, çay da özləri üçün mənimsəyirlər. Söz belə çıxır ki, müəllim, prezidentin dediyini bunlar elə tərsinə həll edir. Yəni, xalqa xidmət eləmirlər. Biz ona göre de ciddi bizim sesimiz çatsın ki prezidentimizə, yani olmasın prezidentin salahiyyətin nümayəndəsinə çatsın ki prezidentin sözünü Gədəbəydə rəhbərlər yerine yetirmir. Onlar özləri üçün işləyir. Halk üçün yox. Qaldırır ancaq biz halk qalxan deyilik. Bundan ayırsalar da biz qalxan deyilik. Prosta bu rəhbərləri biraz sıxsın, yerine geçsin. O deyimdə bir sözüm də var. Nəbiyev və Vasif, onun bacanağı, o vaxt icra hakimiyyəti işləyən vaxtları, bu adam burada işləndi, meşeyi də talan elədi də, qırışdan tökdü də. Neçə dəfə o töhmət versə çıxartdılar da, indi təyizdən getir, bir də o palanı götürüb palayı qadım belinə qollar. Belə şey olmaz axı. Cəmaatı sən qırmağa qovlar səni bura.
Geçen ay yaz başı geldi. Ne bir de Bahçe olanda, qohum da olsa bahçe olanda o vaxtı Kamran müəllim bahçe olanda o ağac əkirdi. Bax o əkdirdiyi ağac eğri istəyirdi. Kamran müəllim çıxandan sonra o daha da böyüdü. Bax belə oldu. Ancaq rəhbər yerində olanda yaxşı idi. Bütün bu yolda gördüyün ağaçları Kamran müəllimin devrində əkdi. Şimdi buna sen direklere bak. Hadi. Rasim Müəllimin ümumluğu yaz başı burada geldi. Ben dedim ki bize ölç tarihi. Bir ki bu yaylaklar boş. Kösün yaylakları. Bir mahsul yaylakları. Sürüye sattığımız yaylaklar. Hamısı sürüye satılır. Pullu imkanlı adamlar alır. Yaylağa da sıkmağa yer. Kalın hiç hara çıkmağa yerimiz yok. Bir neyim var. 13 kilometre bir ne yol geçip gelebilir mi bir güne? Allah'ın olsun bir hafta hayladım tutsak kaldı. Ne kaldı? Komşudan 100 manatı yer almışım. O gün al. 100 manatı yer alıp komşunun yerine sardım. Ben bir neyle ne neyim ben? Bəzinin Ailəmin altında nə çaymaq olar, benim Pir Məmməd var, sürüsünü gəlib bizim yaylaqlarda. He. Kim verirdi ona rehberler verirdi? Prezident